dəfə deynə-deynə sizə kartof yığımıyla gəlmişdim. Bu dəfə isə gilas yığımına gedirik. Bu bax təxminən 6-7 il öncə salınıbdı. İlk dəfə idi ki, bu qədər meyvə gətirirdi. Keçən dəfə kartof yığımına Alişkadan xəbərsiz qaçmışdıq. Bu dəfə xəbərsiz evdən çıxa bilmədik. Bunu geyməyə başlayanda mən bildim ki, boğazımdakı zob 2 sm daha böyüyəcək bu gün. Arada öz aramızda görürsünüz də bacışqanız nə qədər zəhmətkeş bir blogerdir. Yəni ən zəhmətkeş bloger titulunu məncə özüm almalıyam. Siz də bir inşallahdan, maşallahdan yazarsınız. Göz muncuğu da onsuz da paketin üzərində var gördüyünüz kimi. Evdən çıxanda amma bir stakan belə su götürməmişdim. Bağa gələnlərin çayına, şirniyyatına şərik oldum. Bu iş artıranı bura niyə gətirdilər? Baxışları ilə əvvəl-axır mənə baxdılar, söz yox. Amma məncə Alişkaya baxanda mənə şükür idi. Balam da gördüyünüz kimi ölür, mənim kimi harda iş var, ora özünü soxuşturmaqdan ötəri. Məndən də beş betər gələndən deyinir gedənə qədər. Özü bir şey yaramır, heç kim də işini bəyənmir. Tez-tez gəlib çox suallar verirdi. Mən də tez-tez üzündən öpüb gördüyü işi tərifləyirdim ki, getsin həmən qazla 1 saat işləsin, mənə tərəf gəlməsin. Yazıq uşaq günün sonunda ütülmüş toyuğun qoxusunu verirdi. Gördüyünüz kimi burada da yığımı artıq bitirmişik. Maşına falan toplayıblar. Bacışqanızın da zəhmətkeş əllərini göstərim sizə. Sulu yığıb şəhərə yola düşdük. Benim şəhərdə bir neçə günlük işlərim var idi. Elə kakras şəhərdən gilas istəyənlər də olmuşdu. Buna görə düşdük yola. Burada da gördüyünüz kimi artıq gilasın pullarını xərcləməyə başlamışam. İlk öncə bir səhər yeməyi yedim, sonra getdim mola, özüm üçün alış-veriş elədim. Sonra təzədən yemək yedim. Tak ki gilasın pulları qutarana qədər şəhərdəyəm. Günlük məndən bu qədər. Hələlik.